Və sonra da Peyğəmbər sallallahu həmin hədisdə buyurur ki: "Və men salaka tariqan yeltemisu fihi ilmen sahhalallahu lehu bihi tariqan ilal cennə." O kəs ki, elm axtararsa, elmin dalınca düşərsə, elm oxuyarsa, Allahı, yəni dini öyrənmək istəyərsə, Allah subhanahu va taala beləliklə onun üçün cənnətə yolunu asanlaşdırar. Peyğəmbər bu sözündə biz elmin öyrənməyin fəzilətini görürük. Çünki qardaşlar, şəriət elmi insan öyrənəndə başqa elmlərdən fərqli olaraq bu elm sənə birbaşa fayda verməlidir. O üçün sən riyaziyyatı oxuyasan, heç vaxt riyaziyyatdan istifadə etməsən, başqa sənədlə məşğul olasan. Və yaxud bir tarixi oxuyasan, müəyyən bir ibrət götürəsən, ola bilsin heç götürməyəsən. Lakin şəri elm belə deyil qardaşlar. Şəri elm səni Allaha yaxınlaşdırmalıdır. Görürsünüz necə Peyğəmbər bu hədisdə buyurur, sənin üçün cənnətə yolu asanlaşdırır. Lakin burada bir şərt var. Nə vaxt şəri elm sənə fayda verir? Əgər sən o şərri elmi tətbiq eləsən. Sən şərri elmi tətbiq etməsən, onu öyrənsən ki, kiməsə özünü görsədəsən, ki sən ağıllısan, daha çox bilirsən, insanlarla mübahisə aparasan və s. bu zaman sənə bu elm nəinki fayda verməz, əksinə ziyan gətirir.